Nigar müəllimə, belə bir sual verim. Müəllim şagirdlə necə effektiv ünsiyyət qurmalıdır? Müəllim şagirdlə effektiv ünsiyyət qurmaq üçün daima müəllim özü pozitiv olmalıdır. Yəni şagirdlə daim maraqlanmalı. Şagirdin tərzinə, onun öyrənmə tərzinə uyğun olan tapşırıqlar, onun yəni səviyyəsinə, öyrənmə tərzinə uyğun olan tapşırıqlar verməlidir ki, təlim nəticəsinə tam nail olsun sinif olaraq. Yəni şagirdlə effektiv münasibət daim onların üzərində işləmək, onlara uyğun tapşırıqların verilməsi, empatiya hissi də burada özünü göstərir. Daimi ünsiyyətlə, xoş ünsiyyətdə olmalıdır. Aha. Və əlavə də orada sırf müəllim-şagird münasibətlərində empatiya, həssaslıqla yanaşma və humanizmlə davranış var. Yəni bunları da deməlisiniz və çərçivə daxilində tələbkarlığı. Orası əlavə edeyim. Müəllim-şagird münasibətinin effektiv olması üçün daim yaxşı ünsiyyət, xoş ünsiyyət, empatiya, həssaslıq olması yanaşı bu o mənaya da həm də gəlmir ki, onlar dost olmadılar. Sadəcə şagird də, müəllim də öz sərhədini bilməlidir. Şagird də bilməlidir ki, müəllim nə qədər səbirlidir və ya səbirli deyil. Onların arasındakı sərhəd qorunmaq daxilində, yəni şərtlə onların münasibəti effektiv olur bu zaman. Doğru. Formativ qiymətləndirmə nə məqsədə aparılır? Uşağın, şagirdin irəliləyişini bilmək məqsədindən aparılır. Formativ qiymətləndirmənin özü adı üstündə, yəni dinamik qiymətləndirmədir, gündəlik qiymətləndirmədir və bu uşağın hansı səviyyədən olduğu yerdən olacağı yerə çatdıran qiymətləndirmədir və gündəlik qiymətləndirmədir. Və uşağın yəni irəliləyişini izləmək üçün aparılan qiymətləndirmədir şagirdin. Yaxşı. Və burada bir də təlim nəticələrinə, reallaşmasına xidmət edən qiymətləndirmədir. Onu da vurğulayın və üstəgəl də summativ qiymətləndirmədə şagird nailiyyətinin yüksəlməsinə xidmət edən bir qiymətləndirmə. Olacağı yerə aparan qiymətləndirmə, nailiyyət izləyən qiymətləndirmə. Yaxşı. Əgər dərs müddətində görsəniz ki, həmkarınız şagirdi döyür, şiddət göstərir, bu zaman nə edərsiniz müəllimə? Belə bir hal olsa, həmin dəqiqə şagirdi oradan uzaqlaşdıraram və müəllim yoldaşıma bildirərəm ki, şagirdə şiddət ümumiyyətlə yol verilməz haldır. Bunu müəllim heç bir pedaqoq etməməlidir və onunla fərdi söhbət aparmağa və onu tutulmağa çalışar. Bax, bugün belə bir sual verilibdir ki, valideyn uşağı qarşı partada oturmasını istəyirsə, nə edərsiniz? Əgər uşağın, məsələn, göz problemi varsa, indi ən aktual problemdir. Əgər göz problemi varsa, o əvvəldən valideyn deməmiş, müəllim onları baxır və biraz əvvəlki partalarda əyləşdirir. Əgər yox, valideynin öz istəyi ilə bunu istəyirsə, biz onlara bildirməliyik ki, hər şagirdin istəyinə uyğun olsa, onda yəni xaos yaranır. Müəllim uşağı, şagirdi harda əyləşdirirsə, orada oturmalıdır şagird. Yəni bu düzgün olmaz. Bir şagirdi valideynə görə irəlidə oturmaq, digərini isə arxa partiyaya keçirmək. Etik davranışlardan onda nə pozulmuş olur? Hansı etik davranış pozulur? Yönümlülük məncə pozulur və həm də Yox, müəllim fərq qoyursa, fərq qoyursa qərəzsizlik prinsipi. Qərəzsizlik prinsipi. Müəllim ümumiyyətlə dininə, cinsinə, etnik mənsubiyyətinə, ümumiyyətlə şagirdlər arasında bu varlının uşağıdır, bu kasıbın, bu mənim qohumumun uşağıdır. Bu olmayacaq. Bir də belə bir sual verilib. Tolerantlıq nədir? Bugün MİQ-də verilib. Mən bildiyim qədər onu oxumadım, amma mən bildiyim qədər, yəni təbii dövlətin, digər dövlətin dininə, ilkinə, mənsubiyyətinə, dini mənsubiyyətinə olan hörmət hissidir. Yəni əsasən dinə hörmətlə tolerantlıq. Məsələn, müxtəlif dinlərin bir ölkədə yığılması, bu dinlərə hörmət isə tolerantlıq deyilir buna. Mədəniyyətlərə hörmət. Bəli, müəllimə, düz deyirsiniz. Fərqli mədəniyyətlərə hörmət və dözümlülükdür. Fərqli mədəniyyətlər. Müxtəlif dinlərin, məsələn, məscidləri, kilsələri bizdə yerləşirsə, biz deməli tolerantlıq gətirir ki, onlara hörmət. Bəli, elə həqiqətən də tolerant ölkəyik. Müxtəlif mədəniyyətlər, müxtəlif dinlərə sahib olan, yəni xalqlar yaşayır, deyə bilərsiniz müəllimə. Belə. Yaxşı, belə bir sual verin müəllimə. Dərsinizi oxumayan şagirdlə necə davranarsınız? İlk öncə bunun səbəbini araşdırmağa çalışmaq.
uşaq nə səbəbdən dərs oxumur, bəlkə onun evində, ailəsində problem varsa, özündə varsa, bunu ancaq fərdi söhbətlə biz ona aşkara çıxara bilərik. Ən birinci fərdi söhbət, sonra isə ona uyğun tapşırıqlar məsələsi, onu maraqlandıran, yəni şagird tərzinə uyğun tapşırıqların verilməsi də burdandır. Şagirdi maraqlandıran mövzulara, ona müxtəlif oyunlara cəlb etməklə, ya ona uyğun tapşırıqlar verməklə onu həvəsləndirə bilərik. Yəni ümumiyyətlə oxumursa, yəni irəliləyişini izləyə bilərik. Şagird nailiyyətini necə izləyirsiniz? Formativ qiymətləndirmə vasitəsilə izlənilir. Formativin hansı üsulları var? Hansı üsullarla edirsiniz onu, bu qiymətləndirməni? Formativi hansını? Formativ yoluyla məsələ yapıla bilərəm. Bir də müşahidə var, müəllimə. Müşahidəni bilirsiniz onu? Müşahidə iki cür olur. Hündürdən danışın, müəllimə. Müşahidə iki cürdür. Formal müşahidə. Formal və qeyri-formal müşahidə. O adlar yadımda. Ay, sağ İki ol. cür. Və indi sonra ona da başqa ad da deyirdik. Ha, keçən il müsahibədə vermişlər. Mən onu sizə demişdim. Onu xatırlamırsınız Nigar müəllimə? Strukturlaşdırılmış və strukturlaşdırılmamış müşahidə. Formal və qeyri-formal. Onların da adı strukturlaşdırılmış və strukturlaşdırılmamış müşahidədir. Formal müşahidə haqqında bilginiz var Nigar müəllimə? Formal müşahidə, yəni müəllimin özünün Meyarlar plan əsasında aparılır. Planlar əsasında bunu aparır da, özünün müəllimin planı olur və bunun əsasında aparır. Amma qeyri-formal heç bir planı yoxdur müəllimin. Sadəcə sual-cavab yolu ilə yəqin belə bir format aparır. Yəni heç bir plan əsasında. Qəfil sinifdə anidən aparılır. Orada heç bir plan tərtib etmirsiniz, heç bir meyar qoymursunuz müəllimə. Orada ancaq deyək ki, amma formalda plan qurursunuz, meyar qoyursunuz. Nigar müəllimə, siz bugünkü müsahibədən düşünmədiniz ki, mən sizi çox sıxışdırdım? Xeyr, əlbəttə ki, xeyr. Sıxışdırmalısınız ki, nəsə yadımızda qalır. Mən sizi, hələ o Günel əlimə düşsün də, hələ ki əlimə düşmür. O Günel... Allah qoysa gedirik. Ya Allah, ya Allah. Görək, inşallah. Sezon bitdi. Yeni sezona inşallah ki. Görək. Yəqin ki, danışarıq da. Mütləq. Biz burada lalları danışdırmışıq. Da Güneli danışdırmayacaq deyə bir şey yoxdur. Təşəkkürlər Nigar müəllimə. Maşallahınız var. Əhsən sizə. Sağ olun müəllimə. Çox sağ olun. Sağ ol.